Hər kəsə salam. Bu gün ədəd ardıcıllıqlar və silsilələr mövzusunun izahına birlikdə baxırıq. Gəlin başlayaq. Ədədi ardıcıllıqlar natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya deyilir. Məsələn, burada hər hansı bir ardıcıllıq verilib və burada uyğun olaraq n-in yerinə 1, 2 və s. qoymaqla uyğun olaraq həlləri tapılır. Məsələn, burada a-in 5n plus 2 verilib. Əvvəlcə n-in yerinə 1 qoyuruq. Bu zaman alırıq ki, A1 bərabərdir 7. Baxın, burada da bu qanuna uyğunluq ta ki sonsuza kimi davam edir. Məsələn, gəlin bu suala baxaq. Deyir, x-in bərabərdir n kvadrat çıxılsın 4. Ardıcıllığın deyir 12-yə bərabər olan həddinin nömrəsini tapın. Yəni, n kvadrat çıxaq 4-ü bizə 12 verib. N kvadrat 16-dan n bir dəfə, yəni n1 deyil, n1 4, n2 mənfi 4 alınır. Amma dedik ki, ədədi ardıcıllıq natural ədədlər funksiyasına təyin olunmuşdur. Ona görə mənfi 4-ü götürmürük, cavabımız 4-dür. İlk n həddin cəmi verilən ardıcıllığın n-ci həddi bu formada tapılır. Məsələn, burada da nümunə verilib. Gəlin biz silsilələrə keçək. Ədədi silsilə, bir də həndəs silsilə. İkincidən başlayaraq hər bir həddə özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ardıcıllığa ədədi ardıcıllıq yaxud ədədi silsilə deyir. Yəni, bunlar arasında olan fərq eyni olmalıdır. Məsələn, baxın, burada 3 artır. Deməli, bu ədədi silsilədir. Və biz bu artış miqdarına silsilə fərqi deyirik və D ilə işarə olunur. A1 birinci hədd, A2 ikinci hədd, uyğun olaraq A-in n-ci həddi. S isə bunların cəmini göstərir. Yəni, S A1-dən A-nə qədər olan cəm ilk n həddin cəminidir. İndi silsilə fərqini tapmaq üçün A-nin A-nin çıxaq 1-i çıxırıq. Məsələn, bizə verib ki, A2 4-dür, A1 1-dir. Bu zaman silsilə fərqi bundan bunun fərqidir. Yəni, D 3-dür. Bu formadadır. Həmçinin D-ni belə də hesablamaq olar. A-nin də A1 üstəgəlsin n çıxaq 1 vurulsun D formulundadır. Bunların hamısına aid misallar var. Məsələn, gəlin burada baxaq. D bərabərdir. Məsələn, uyğun olaraq bu formada yazılır. Məsələn, A9 çıxaq A4 bölək 9 çıxılsın 4. A8 bu formadır. Məsələn, A8-i biz belə də yaza bilərik. A2 üzərinə gəlsin 6D, A3 üzərinə gəlsin 5D. Bunlar bu formadadır. Və A7, baxın, bu 7, 6 ilə 8-in elə bil ki, yarısına elə hesablanır. N çıxaq K, N plus K-nın yarısı formasında yazıla bilər. Aha, məsələn, M ilə N-in cəmi A ilə B-nin cəminə bərabərdirsə, o zaman A-in ilə A-nin cəmi də A ilə AB-nin cəminə bərabər olacaq. Məsələn, burada verilib A8-in A2-nin cəmi 6 ilə A4-ün cəminə bərabərdir. Sonra burada ədədi silsilədə cəm düsturu var. A1 üzərinə gəlsin A-nin yarısının 2-yə nisbətidir. Sonra burada da baxın, bu A-ni açır, elə bil ki, A1 üzərinə gəlsin, n çıxaq 1 vurulsun deyə. Baxın, bu formada yazdıqda belə bir düstur alırıq ki, A1 üzərinə gəlsin, n çıxaq 1 vurulsun deyə, belə 2 vurulsun n. Baxın, bu formada. İndi məsələn, eğer ədədi silsiləsinin neçənci həddən başlayaraq silsilənin həlləri 100-dən böyükdür. Baxın, burada 4 artır. Deməli, D, yəni silsilə fərqi 4-dür. A1 də 5-dir. İndi A-ni hesablamaq üçün bundan istifadə edirik və bu da 100-dən kiçikdir. Yerinə qoyduqda n böyükdür, daha doğrusu n 25 çıxır. Həndədi silsilədə isə ikincidən başlayaraq hər bir hədd özündən əvvəlkindən, yəni eyni bir ədədin hasisinə bərabər olmalıdır, özündən sonrakından da. Məsələn, baxın, burada 2 artır. Burada artıq hasilə baxırıq həndədi silsilədə. Yenə burada birinci hədd uyğun olaraq B1, ikinci B2, sonuncu, yəni n-ci BN. Q burada silsilə vuruğudur, yəni neçə dəfə artır onu göstərir. S-nin də ilk n həddin cəmidir. P-in də bunların hasilinə deyilir. Aha, yenidən silsilə vuruğunu tapmaq üçün, məsələn, B2-ni B1-ə bölürük, B3-ü B2-yə bölürük, yəni B-ni B-ni çıxaq 1-ə bölürük. Məsələn, B8 bölək B7, B3 bölək B2 bu formada hesablanır. Aha, B-ni də uyğun olaraq bayaqki kimi bu formalarda yazmaq olar. Və yenidən, əgər bunların cəmi bərabərdirsə, deməli, hasildir. Məsələn, 2 ilə 7-nin cəmi 9-dur, 3 ilə 6-nın cəmi 9. Deməli, B2 ilə B7-nin hasili, B3 ilə B6-nın hasilinə bərabərdir. Cəm düsturu var burada da. B1 vurulsun 200 n çıxaq 1 bölək 3 çıxaq 1. Məsələn, S onu burada hesablayıb.
Sonsuz həndəsi hissədə üçün modulu mütləq 1-dən kiçik olmalıdır və burada da B1 bölünsün 1 çıxaq 2 ilə hesablanır. Məsələn, baxın burada B1 yəni 2 hədd 4-dür. Neçə artır baxsaq 2-də 1, yəni 2-də 1-dir. Gətirib yerinə qoyuruq. S bərabərdir B1 bölək 1 çıxaq 2, yəni 2-də 1. 4-ü 2-də 1-ə bölürük 8 edir. Aha. Keçək sualların izahına. Üçüncü hədd istəyir. Deməli, nə etməliyik? N-in yerinə 3 qoymalıyıq. A3 bərabərdir. Burada 3-ün kub əməlcəri 27, üzərinə də 1, 28. Ardıcıllığın ikinci həddi. Deməli, N-in yerinə 2 qoymalıyıq. Mənfi 1-in kvadratı 1, 2-nin üzərinə 1, 3, 4-dən də 3, 1. Cavab 3 eləyir. Ardıcıllığın neçənci həddi 8-dir. Yəni, N kvadratı çıxaq 1, 8-dən N kvadrat 9 alınır. N 3, mənfi 3. Dedik ki, ardıcıllıq natural ədədlər çoxluğunda təyin olunub. Ona görə də 3 olur. Deməli, 6-ya bərabər olan həddin nömrəsi. Bunu gəlin belə yazaq. N vuraq, N çıxaq 1, 6-dır. Buradan N 3 çıxır. Təbii ki, mənfi 2 də çıxır, amma dedik ki, müsbətdir. Ona görə 3. Deyir ki, ilk 6 həddinin cəmini tapın. S cəm idi. Elə N-in yerinə 6 qoyub tapırıq. 30 üzərinə gəlsin ki, 32. İlk 5 həddinin cəmi N-in yerinə 5 qoyuruq. 50-dən 5 çıxırıq. Cavab 45. 7-ci həddini tapın. Aha, artıq burada biraz işlər dəyişir. İndi S1 uşaqlar A1-ə bərabərdir. 1 qoysaq yerinə 0 eləyər, düzdürmü? S2-ni tapaq sonra. S2 2-yə bərabərdir. İndi A1 0-dırsa, deməli A2 də 2-yə bərabərdir. Buradan da D-ni də 2 tapırıq. İndi bizə silsənin 7-ci həddini deyir. 7-ci hədd isə A1 üzərinə gəlsin 6D formasındadır. 0 üzərinə gəlsin 6D-də 6 vurulsun 2-dən 12. Bu da eləyər 12. Yəni D variantı. Ardıcıllığın ikinci həddini tapın. İndi əvvəlcə S1-i tapsaq. S1 yəni bərabərdir A1-ə. 1 qoysaq yerinə 3 alınır. İndi sonra S2-ni tapmalıyıq. 2-nin kubu 8, üzərinə də 2, 10. Ondan 3 çıxsaq 7 də ikinci həddir. İndi əvvəlcə birinci həddi hesablayaq. S1 bərabər dedik ki, A1-ə. Yerinə qoysaq 3. A2-ni hesaplamaq üçün S2-ni tapmaq lazımdır. Gətirib yerinə qoysaq, N-in yerinə 2-ni qoysaq 9 edir. Deməli, A2 də 6-dır. İndi silsə fərqi 3 olduğuna görə deməli A3 də 9 olacaq. Deyir ki, ilk müsbət həddinin nömrəsini tapın. Yəni ki, 0,5 N çıxaq 8 olmalıdır müsbət. 0,5 N 8-dən böyük. Hər tərəf 2-yə vursaq, N böyükdür 16-dan. Deməli, 17-ci həddə ilk 2 müsbətdir. Ədədi silsədə dedik ki, eyni artmalıdır. Baxın, burada görünmür. Burada da görünmür. Burada amma baxın 5-5 artır. B variantında ödənir. Hansı ədədi silsilədir deyir. Baxın, bu birincisi həndəsi isə 2 dəfə 2 dəfə artır. Amma baxın 5-də 1 üzərinə gəlir hər dəfə. Deməli, bu ədədi silsilədir. Silsilə fərqini deyirsə 12-dən məsələn 5 çıxsaq 7-dir. Silsilə fərqi A9 bərabərdir yazaq ki, A1 üzərinə gəlsin 8-dir. Yəni 35, 3 üzərinə gəlsin 8-dir. 8 də 32-dən D-də 4 çıxar. İndi yenidən A7-ni A4 üzərinə gəlsin 3-də yazsaq. Deməli 9 3-dən D-də 3 çıxar. A17-ni belə yazaq. A8 üzərinə gəlsin 9D çıxaq A8 81-dir. İndi buradan A8-lər geçsə 9D 81-dən D9 çıxar. D9 D variantı. İndi bunun yenidən A11 üzərinə gəlsin 8D çıxılsın. A11 56-dır. Bunlar ixtisar geçsə 8D 56-dan D-də 7 çıxar. Silsə fərqi yenidən. Bunlar eynidir. Neysə yazaq. A23 A18 üzərinə gəlsin 5D-dir. Bunları çıxsaq deməli 5D verəcək. 6 36 5-dən 7,2 çıxar. Aha, A7-ni istəyir. A1 üzərinə gəlsin 6 dedi. Bu 30, üzərinə də 3, 33. A10 deyir yenidən. Bunun üzərinə 8 də gəlirik, 25-dir. 15-ci həddini tapın. Baxın, A1 3-dür. Silsə fərqi 4-dür. A15 də A1 yəni 3 üzərinə gəlsin. 14 dedən 56, 59. A11-i tapın deyir.
Silsilə fərqi bunları çıxsaq 15, 5-ə bölsə 3-dür. Deməli 28-in də üzərinə 3 gəlsə 31-dir. Aha. Deməli 10D neçədir? 17 ilə bir ki A7 üzərinə gəlsin o dedi. 21 üzərinə gəlsin 10D-ni 57 verib. 10D 36-dan D 3,6 çıxır. Aha. 57-dən də çıxsaq 3,6 vurulsun 5. Yəni neçə eləyir? 18. Bu da neçə eləyir? 39. A11 deyir. İndi baxın 4D-ni bizə 8 veribsə D2-dir. 19-un üzərinə 4D gəlirik. Yəni 8 gəlirik. Bu da 27 edir. Deməli 3D 9-dan D3-dür. Bunu da üzərinə 3 vurulsun 3 gəlsək 23 eləyər. Ardıcıl hədlərdir. Deyir də sizdən ardıcıl hədləri olarsa. Yəni bununla bunun fərqi, yəni x plus 3 çıxılsın 5 bərabərdir 19 çıxılsın x çıxaq 3-ə. X çıxaq 2 bərabərdir 16 çıxaq x-ə. Aha, buradan da 2x 14-dən x 7. Yox, bir dəqiqə. Yazaq ki, x çıxaq 2 çıxaq 16 üzərinə gəlsin x 0. 2x, 9. 2x 18-dən x 9-dur. Burada da eyni formadadır. Bunları artıq keçirəm. 27, 28, 29 eyni formadadır. Hədlərinin sayını deyir tapın. Aha. Baxın A1 4-dür. 4-ün üzərinə baxın, silsilə fərqi də 7-dir. 7x gəlib 88 alıb. Deməli 84-ü 7-yə bölmək lazımdır. 12 deməli 12 hədd var. Baxın bu 12-ci həddir. Neçə hədd var? Baxın eyni formadadır. Üzərindən keçirəm. Yəni x istədiklərimi özünüz baxa bilərsiniz. Çünki mən yazıram artıq. A3-ü yazaq ki A2 üzərinə gəlsin D. Bunu da yazaq ki A2 üzərinə gəlsin 4D 29. İndi 2 dənə A2 var. Bunların cəmini bizə 4 verəcək. 5D 29. 25 5D-dən D-də 5 çıxar. D 5. A7 də A2. 2 üzərinə gəlsin 5D. 25-dən 27 çıxar. Bunu da yazaq yaxşı. Baxın dedik ki, baxın. Qeydə baxaq. Baxın. Haradaydı? Aha. M ilə N-in cəmi K ilə L-in cəminə bərabərdirsə, A-M-in cəmi AK-in cəminə bərabərdir. Yəni bu 82-dirsə, bu da 82-dir. Bizdən S11 istəyir. Biz A1-i verib, yəni silsilə fərqini tapaq. 47-dən mənfi çıxanda 50. 10 də 50-dirsə D5-dir. Neçə deyirdi? S11. 2A1, yəni 2 vurulsun mənfi 3 üzərinə gəlsin. N çıxaq 1, yəni 10 vurulsun D, bölünsün 2, vurulsun N. 11. 44-ü 2-yə bölsək 22, 22-ni də 2-yə vursaq, 11-ə vursaq 242 eləyər. Burada eyni formadadır. Baxın, A1-i verib, silsilə fərqini verib. Siz burada cəmi hesablamalısınız. Artıq onu demirəm. Baxın, bu da eyni formadadır. Hamısı, baxın, düsturu bir yenidən yazaq. SN bərabərdir 2A1 üzərinə gəlsin. N çıxaq 1 vurulsun D, bölək 2 vuraq N. Hamısı bundan hesablanır. Yəni bunların artıq üstündən keçirəm. Ədədi silsilədə A5 0-da S11 AK-dır. K bərabərdir nəyə? Aha. Gəlin S11-i yazaq, yerinə qoyaq. 2A1 üzərinə gəlsin. N çıxaq 1 10 D bölünsün 2 vurulsun 11. Buna bərabərdir. Gəlin burada yuxarıda parça, bu da bunu buna bölsək, A1 üzərinə gəlsin 5D vurulsun 11. Vurulsun 11 bərabərdir AK-ya. A1 üzərinə gəlsin 4D 0-dır. Deməli 11D-ni bizə AK verib. Düzmü qoyduq. A üzərinə gəlsin. A1 üzərinə gəlsin 5D. 4D-də A1 üzərinə gəlsin 4D-də bizə verib 0. Deməli burada qalacaq D. D vurulsun 11 də bizə verib AK. Aha, məncə heç bir problem yoxdur. Aha, doğrudur. Bizdən dedi K-nı istəyir.
Uşaqlar, burada A6-dır məsələdə. A6-nı 0 verib. Yəni bura 0-dır, deməli AK 0-dır. Oradan da K6 çıxır. Yəni burada A6-dır və K6-dır. Cavablarda da yoxdur. Sualda yəni elədir əslində. Bu da onunla eyni formada həll olunur. Deyir, hədlərinin sayını tapın. Bu deyəsən 5-dir. Dən baxaq. 5'dir və silsilə bu da onun üstü. Silsilə fərqi 8'dir. A1 5'dir və AN də 973'dür. İndi 5 üzərinə gəlsin 8x 973'dür. 8x neçə çıxır? 973'dən 5 çıxmalıyıq. 968 çıxır. X da alınır 121. Deməli 121 hədd var. Bu da eynisindəndir. Burada A3 ilə ifadə eləməliyik. Belə bir suallar yazdıq. Bunlara artıq baxmıram. Deyir ki, ədədi silsiləsində A1 -3D olarsa ilk 21 həddinin cəmini tapın. Yəni S21. Buna aid də çoxlu suallar yazdıq. Bunların hamısına aid yazmışıq. Gəlin 47-yə baxaq. Deyir, A1 ilə A13-ün cəmi 38-də, A1 ilə A9-un cəmi 26-da, A6-nı tapın. Bunlar tərəf-tərəfə çıxsaq, A1-lər gedəcək, A13 çıxılsın, A9-u bizə verəcək 12. Deməli, 4-də 12-dən D3-dür. Bu aydındır. A1 ilə, məsələn, gəlin burada tapaq, qoyaq. A1 ilə A1 üzərinə gəlsin, 8-də 26-dır. 8-də buradan neçə çıxır? 24. 2A1 2-dən A1 də 2 çıxacaq. A6 da 2 üzərinə gəlsin 5 dedi. 5 də 15-dir. Üzərinə də 2 gələndə düzümdə 20 yox, A1 1-dir. Çünki burada 2-yə bölməliyik 1-dir. 1-in üzərinə 5 də gələndə də 16 eləyir. Deyir, tənliyini həll edin. Elə bil ki, uşaqlar A1-i verib 4. Silsilə fərqini verib 8. SN-i verib 196. Bunu verib hamısını. Gəlin yerinə qoyaq. SN 196 bərabərdir 2A1 2A1 8 önə gəlsin. N çıxaq 1, N bilmirik də. N çıxaq 1 vuraq D, bölək 2 vurulsun N. Bundan istifadə edib rahatlıqla tapacağıq. Yəni gəlin yazaq. Bunlar getdi 8 N 2-yə bölündə 4N. 4N də nə vuranda 4N kvadratı 196. N kvadratı neçə çıxır? Deməli 4 dəfə 16-dan da 3 49. N də 7 çıxır. Deməli 7-ci həddir. A1 də 4-dür, silsə fərqi də 8-dir. A7 bərabərdir, A1 üzərinə gəlsin 6-dir. Yəni 48 də gəlirik, cavab 52-dir. 49 eynisindəndir. Həndəsizsə deyirsə, deməli eyni dəfə artmalıdırlar. Artıq həndəsizliyə gəldik. Eyni dəfə artmalıdırlar. Baxaq, burada deyil. Baxın, buradadır. -3 dəfə artır. Silsə vurğunu deyir tapın. Deməli 41-i 123-ə bölmək lazımdır. 3-də 1. Baxın 3 götürməyin. İkincini birinciyə bölmək lazımdır. Həndə silsən deyir vurğunu tapın. 2,4-ü 0,8-ə və yaxud bunu buna bölmək lazımdır. 3-dür. 5-ci həddi B5 bərabərdir B1. Yəni 81-də 1 vurulsun 2 üstü 4. Yəni 3 üstü 4. Bunlar da gedəcək. Qalacaq 1. B9 eyni formada bunların hamısını tapa bilərsiniz. Eynisindən də hamısı. Gəlin baxaq. B1 1 2 2 isə S7-ni tapın. S7 bərabərdir. B1 vurulsun 2 üstü N. Yəni 2 üstü 7 çıxılsın 1. Bölək 1-dir. Elə 128-dən də 1 çıxsaq 127 eləyəcək. Bu da eynisindəndir. Bu da eynidir. Siz isə vurğunu 3 götürürsünüz. B1 2 götürürsünüz. Qalanı da məlumdur da düsturda yerinə qoyub yazırıq. Sonsuz azalan həndəsəsizliyə aid baxaq. Deməli, SN bərabərdir B1, yəni 25 bölək 1 çıxaq 2. 1 çıxaq 2 də 3-də 1-dir. Böləndə də 75. Eynisindəndir. Bu da baxın sonsuz azalan həndəsəsizlidir. B1 36-dır. 2 də 4-də 1-dir. Gətirib yerinə qoyub hesablayacaqsınız. Baxaq 64-də. Deyir, həndəsəsizliyinin 6-cı həddi 3-dür. Yəni B6 3-dür.
Hə, bu da eynisinədir. B9 81-dir. Deməli, bununla böləndə 27 silsə vurğunun kubudur, yəni 3-dür. Bu da eynisindəndir. Aha, burada silsə vurğunu tapıb yerinə qoyacaqsınız. Çox asandır. Bu da rahat bir sualdır. Deyir, silsənin ardıcıl hədləri olarsa, x-i tapın. Yəni, bu 3 dəfə artır. Yəni, 3 silsə vurğudur. Deməli, x də 21-in 3 misidir. Yəni, 63-dür. Burada baxaq görək B neçədir. B 6 imiş. B6-nı 96 verib, 3-ünü 2 verib, S5 istəyir. Əvvəlcə B1-i tapmalıyıq. B1 bərabərdir. B6 bölünsün. Deməli, 2 üstü 5. Yəni 16. 6-dır. S5. S5 bərabərdir. B1 vurulsun. B1 vurulsun. 2 nədir? Silsə 2 üstü n. Yəni 2 üstü 5. Çıxaq 1. 31. Bölünsün. 2 çıxaq 1. 1-dir. Elə buna bərabər olmalıdır. Neyse, səhvini tapdıq. Deməli, B1 burada 16-ya bölməli deyilik. 32-yə bölməliyik və B1-də 2 üstü 5-də axı 3 çıxır. B1-də 3-dür. B1 3-dürsə, deməli, burada 3-ə vurmalıyıq. Bu da 93 eləyir. Bu da belə yazacaq. Baxın, B3 vuraq, B3 vuraq 2 kvadratı, B3 vuraq 2 üstü 4, bizə 64 verilib. İndi B3'ün kubu vurulsun. Heç o da lazım deyil. Baxın, bu B5'dir. Bunların da hasili bunun kvadratını verir. Deməli, B5'in kubu 64. Deməli, B5'də 4 deyil. Buna lazım deyil. Bu lazım deyil. Bu sonsuz azalan həndəsi isə rahatdır. Aha, burada B2 1'dir. B5 64. Deməli, 2'nin kubu 64 ise 2 4'dür. İndi baxın, B2 üzərinə gəlsin. B2 vuraq 2. Yəni 4B2. 40'dır. 5B2 40'dan. B2 8'dir. 2 də 4'dür. Deməli, B2'nin 2'nin kvadratına vuruq. 16'nı 8'e vuruq. 128'dir. Bunlar eynisindəndir. Deyir ki, 4-cü hədd 2'dir. İlk 7 həddin hansından bunlara aid yazdıq. Artıq bunlara baxmıram. Gəlin məsələlərə baxaq. Deyir, şəkillərdə göstərilmiş qaydada 25-ci addımda quraşdırılmış fiqurda neçə kibrit çöpündən istifadə olmalı. Baxın, burada 4 ədəddir. Burada 1, 2, 3, 4, 5, 6, 7. 7 ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 ədəddir. Baxın, 3 artır. Silsə fərqi 3'dür. A1 4'dür. Nə deyir bizə? Deyir ki, 25-ci addımda, yəni deyir ki, A25'i tapın. A1 üzərinə gəlsin, 24'dir, yəni 72. Bu da eləyir 76. Eynisindəndir, baxmıram. Tərəf 80 cm olan kvadratın tərəflərini orta nöqtələrini birləşdirməklə ikinci kvadrat alınıb. Bu qaydayla 7-ci kvadratın tərəfini tapın. A1 80'dir. Orta nöqtəsi deməli A2 40, A3 20 bu formada davam edir. Aha. A3 demək ya B1'də silsə bu həndəs silsədir. Deməli 2'də 1, 2, 2'də 1'ə bərabərdir. B3 vurulsun, 2 üstü 4. Yəni B3 sonra B4 baxın 20'nin yarısıdır. B5 5'dir. B6 2,5, B7 də burada B7 1,25 çıxır. Bu da eyni formada sahəni tətbiq edirik. Bu silsə vurğununu tap dedik. Aha, burada B1 0,1'dir. 2 3'dür. B1'i 2'nin üstü neçəyə vursaq 24,3 eləyər. Hər tərəfi 10'a vursaq 243 üçün neçənci qüvvətidir? Burada 3x 243 eləməlidir. Deməli x 5'dir. Cədvəldə daimi örtüyünün qarışdırılması. Baxın, burada nə görürük? Silsə fərqi 4'dür.
Məsələn də cəmini yazaq. A5 22-dir. 22-nin üzərinə 10 de, 40 gəlirik. Hə, xeyr, bizə onu istəmir. O həddi istəmir. Bizə nə deyir? A1 də 6-dır. Cəmini yazaq. Bizə deyir cəmi. Yəni S15 istəyir bizdən. Onu hesablayacaq. 2A1 12 üzərinə gələk. N çıxaq 1 14 vurulsun 4 56 bölək N 15 vuraq 2. Bundan hesablayacaqsınız. Bunlar eyni. Bunlara dedik. Hə, 90-cı sual maraqlıdır. Gəlin bu suala baxaq. İlk öncə biz belə bir şey demişdik. D bərabərdir A-N çıxaq AK bölək N çıxaq K. Bundan istifadə edəcək. Deyir A nömrəli hədd B-yə, yəni AA B-dir. AB-də A-dır. Deyir ki, 4-cü həddi tapın. Deməli AB çıxaq AA bölək B çıxaq A. AB A-dır. A-dan da B-ni çıxanda A çıxaq B-dir. Burada da B çıxaq A, deməli mənfi 1-dir. D-ni mənfi 1 tap. İndi AA bərabərdir A1 üzərinə gəlsin. A çıxaq 1 vurulsun mənfi 1. Bu da bərabərdir B-yə. A1 çıxaq A üzərinə gələk 1 B-dir. Burada A1-i tapırıq ki, A üzərinə gəlsin B çıxaq 1. Yazaq. Silsilə fərqində mənfi 1 tapmışdım. İndi A4 istəyirsə A1 üzərinə gəlsin 3 dedi. A üzərinə gəlsin B çıxaq 1 üzərinə gəlsin 3 dedi. Yəni çıxaq 3. Yəni A üstə gələk B çıxaq 4. D variantı eləmiş olur. Aha, bunlar rahatdır. Bunlara aid də baxdıq artıq. Məncə bu qədər. Sual izahı kifayətdir. Silsilədən də izahımız bu qədər.